1975-ci ildə Microsoft-u quraraq texnologiya dünyasında inqilab yaradan Bill Gates bugün 69 yaşındadır və 115 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin şəxslərindən biridir. Lakin onun fikrincə sərvət qədər vacib olan başqa bir məsələ də var: süni intellektin gələcəkdə iş gücü üzərində təsiri. Jimmy Fallon'la söhbətində Gates bildirib ki, süni intellekt iş həyatını tamamilə dəyişdirəcək və süni intellekt artıq yalnız köməkçi deyil, birbaşa rəqibimiz olacaq deyib. İlk peşə, proqramçılıq. ABŞ-da illik orta əmək haqqı $99,700 olan proqramçıların süni intellektin inkişafına baxmayaraq əhəmiyyətini qoruyacağını söyləyən Gates deyib ki, süni intellekt hələ də düzgün və səhvsiz kod yazmaqda çatışmazlıq yaşayır. Gates əlavə edib, süni intellekt kod yaza bilər, amma onu düzəltmək, inkişaf etdirmək və daha da irəli aparmaq yenə də insanlara düşəcək. Qərar vermə prosesi insana bağlı qalacaq. Enerji mütəxəssislərinin də süni intellektə qarşı üstünlüyü olduğunu vurğulayan Gates qeyd edib ki, bu sahədə süni intellekt analiz edə bilər, lakin qərar vermə prosesi hələ də insana bağlı olacaq. İndiet məlumatlarına görə enerji mütəxəssisləri yerləşdikləri regiondan asılı olaraq ildə $120,000 qədər qazanc əldə edə bilirlər. Bundan əlavə, süni intellektin biologiya sahəsində bəzi məlumatları analiz etmək qabiliyyətinə malik olduğunu, amma hipotez yaratmaq və ya elmi intuisiyaya ehtiyac olan sahələrdə hələ kifayət qədər inkişaf etmədiyini söyləyən Gates bioloqların bu səbəbdən əhəmiyyətini qoruyacağını bildirib. ABŞ-da təcrübəli bioloqların illik orta gəliri təxminən $78,000. Həftəlik iş saatları dəyişə bilər. Digər tərəfdən Gates süni intellektin yalnız peşələri deyil, iş vərdişlərini də dəyişdirə biləcəyini qeyd edib. Fallon'la müsahibəsində deyib, süni intellekt həkim və psixi sağlamlıq mütəxəssisi çatışmazlığı kimi bir çox problemi həll edə bilər.